Salam, bugün sizinle çok vacip bir mövzuda iş axtarışının bəlkə də ən vacib sənədi ideal rezüme, yəni CV haqqında danışacaq. Bu söhbətimiz jobzones.co iş elanları, iş və namizəd axtarışı platformasının dəstəyi ilə hazırlanıb. Yaxşı CV niyə bu qədər önəmlidir? Yəni, onu həqiqətən fərqləndirən nədir? Salam, çox kritik sualdır. Çünki CV sadəcə keçmiş işlərinizin siyahısı deyil də, o sizin peşəkar hekayənizdir. Gələcək potensialınızın bir anonsudur demək olar. İşə götürənin qarşısına çıxan ilk sizsiniz. İlk təəssürat, hə. Bəli, məqsədimiz də elə o ilk təəssüratı, necə deyim, unudulmaz etməkdir. Bəzən düşünürəm, LinkedIn profili varkən, ayrıca CV ilə bu qədər əlləşməyə dəyərmi? Və niyə hər dəfə müraciət edəndə onu yeniləmək tövsiyə olunur? Axı, təcrübə elə ki, yeni təcrübədir də yəni. Çox gözəl sualdır və bilirsinizmi, çoxları belə düşünür. Fərq əslində dərinlikdə və fokusdadır. LinkedIn sizin bütün peşəkar həyatımızın geniş panoramasıdır. Bütün təcrübələr, bacarıqlar, əlaqələr, hər şey oradadır. Daha əhatəlidir. Bəli. CV isə, necə deyim, snayper atışı kimidir, konkret bir hədəfə, yəni spesifik bir iş elanına yönəlir. Maksimum 1-2 səhifədə yalnız o iş üçün ən vacib məqamları vurğulamalısınız, daha artığı yox. Anladım. Deməli, hər iş üçün fərqli vurğu, fərqli satış nöqtəsi seçməliyik. Hər dəfə ayrı bir CV. Tam olaraq və burada bir texniki məqam da var. ATS, yəni ərizəçi izləmə sistemləri. Ha, o sistemlər. Eşitmişəm. Çox şirkət yüzlərlə, bəzən minlərlə CV arasından ilkin seçimi məhz bu proqramlara həvalə edir. Bu sistemlər sadəcə açar sözləri axtarmır, həm də CV-nin formatını oxuyur. Bilirsiniz, mürəkkəb cədvəllər, qrafiklər, hətta başlıq və alt bilgidəki mətnlər bəzən sistemi çaşdıra bilir. Ciddi. Deməli, sadəlik vacibdir. Əlbəttə. Ona görə sadə, aydın format həm insan üçün oxunaqlıdır, həm də o robot, yəni ATS üçün daha təhlükəsizdir. Hər iki tərəfi düşünmək lazımdır. Deməli, məzmun qədər görünüş də, format da önəmlidir. Yaxşı, bəs ideal bir CV strukturu olaraq nələrdən ibarət olmalıdır? Hansı bölmələr mütləqdir? Yəni, olması olmaz. Baxın, klassik və həqiqətən effektiv struktur belədir. Birincisi, əlaqə məlumatları. Tam adınız, telefon nömrəniz, peşəkar görünüşlü e-poçt ünvanı, varsa LinkedIn profil linki. Peşəkar e-poçt deyəndə, yəni şiringiz88@mail.ru olmaz? Yox, qətiyyən olmaz. Ad, soyad, ət formatı idealdır. Sonra, peşəkar xülasə və ya məqsəd. 3-4 cümləli güclü bir giriş, kimsiniz, nə təklif edirsiniz, hədəfiniz nədir? Qısa və konkret. Bəli. Sonra, iş təcrübəsi. Bu çox vacibdir. Tərs xronoloji ardıcıllıqla, yəni ən son iş yerindən başlayaraq və əsas fokus nailiyyətlər olmalıdır, vəzifələr yox. Ha, nailiyyətlər ona qaydacaq. Başqa? Sonra təhsil və sonda bacarıqlar. Bacarıqlar da texniki və relevant yumşaq bacarıqlar olaraq ayrıla bilər. Format seçimi isə təcrübənizdən asılıdır. Çoxları üçün xronoloji format yaxşıdır. Amma deyək ki, karyera dəyişirsiniz və ya təcrübənizdə boşluqlar var, onda funksional formatla bacarıqlarınızı önə çəkə bilərsiniz. Başa düşdüm. Bəs CV-yə qətiyyən yazılmamalı şeylər nədir? Məsələn, şəkil qoymaq lazımdırmı? Ya doğum tarixi, ailə vəziyyəti, bunlar barədə çox sual gəlir. Çox yerində sualdır. Qərb standartlarında və ümumiyyətlə, peşəkarlıq baxımından şəkil əgər xüsusi olaraq tələb olunmursa, artıqdır. Doğum tarixi, ailə vəziyyəti, hətta boy, çəki kimi şəxsi məlumatlar da yazılmamalıdır. Bunlar, necə deyim, həm yer tutur, həm də qərəzli yanaşmaya, ayrı seçkiliyə səbəb ola bilər. Yəni, fokus tamamilə peşəkar keyfiyyətlərdə olmalıdır. Tamamilə. Həmçinin o köhnə referanslar tələb əsasında veriləcək kimi cümlələr var idi. Hələ də yazanlar var. Artıq ehtiyac yoxdur. Onsuz da lazım olsa, şirkət özü istəyəcək. Əsas diqqət məzmuna, sizin qatdığınız dəyərə yönəlməlidir. Məzmuna gəlmişkən, çox vaxt görürük ki, insanlar sadəcə vəzifə öhdəliklərini sadalayır. Hesabatların hazırlanması, müştərilərlə iş, planlama və s. Amma bu deyəsən heç bir təsir bağışlamır, elə deyilmi? Düz vurğuluyursunuz, çox quru və standart səslənir. İşə götürən sizin nə iş gördüyünüzdən çox,
o işi görərkən nə əldə etdiyinizi, hansı konkret dəyəri qatdığınızı bilmək istəyir. Bax, burada STAR metodu çox kömək edir. STAR. Açılışı nədir onu? C. Situasiya, T. Tapşırıq, A. Fəaliyyət, R. Nəticə. Yəni, hər təcrübənizi qısa hekayələrə çevirin. Hansı problem, hansı situasiya var idi? Sizin qarşınızda duran tapşırıq nə idi? Siz konkret olaraq nə etdiniz? Və ən əsası nəticə nə oldu? Aha, nəticə. Və nəticəni mümkün qədər rəqəmlərlə ifadə etmək lazımdır. Rəqəmlərin gücü inanılmazdır. Satışları artırdım, yox. Satışları 3 ay ərzində 20% artırdım. Xərcləri azaltdım, yox. Layihə xərclərini planlaşdırılandan 15% aşağı saldım. Rəqəmlərin gücü. Amma bəzən, məsələn, bir prosesi yaxşılaşdırmısınızsa, bunu rəqəmlə ifadə etmək çətin olur axı. Hər şey ölçülmür. Tamamilə haqlısınız. Hər şey ölçülə bilmir. Belə hallarda keyfiyyət dəyişikliklərindən və o dəyişikliyin faydasına fokuslanın. Məsələn, yeni işə qəbul təlim proqramını yenidən quraraq yeni işçilərin adaptasiya müddətini əhəmiyyətli dərəcədə qısaltdım və ilk 3 aydakı effektivliyini artırdım. Baxın, burada konkret rəqəm olmasa da, nəticənin müsbət təsiri, faydası aydındır. Deməli, təsiri göstərmək əsasdır. Bəli, bir də güclü feillərdən istifadə çox vacibdir. Məhsul idim əvəzinə idarə etdiyim, təkmilləşdirdiyim, tətbiq etdiyim, rəhbərlik etdiyim kimi aktiv feillər daha təsirlidir. Çox maraqlıdır. Bütün bunları nəzərə alsaq da, yəqin ki, insanlar CV hazırlayarkən tez-tez səhvlərə yol verir. Ən kritik, ən çox rast gəlinən səhvlər hansılardır? Və sonra gəlin sizdən gələn bir neçə suala da baxaq. Ən bağışlanılmaz səhv, məncə, qrammatik və orfoqrafik səhvlərdir. Bu, birbaşa diqqətsizliyin və qeyri-peşəkarlığın göstəricisidir. Mütləq, amma mütləq bir neçə dəfə yoxlayın. Hətta başqasına oxudun, kənardan bir göz baxsın. Düzdür, bəzən öz səhvini görmürsən. Elədir. Digər böyük səhvlər, hər yerə eyni ümumi CV göndərmək. Yəni, müraciət etdiyin işə uyğunlaşdırmamaq. Bu çox böyük səhvdir. Sonra, komanda oyunçusu, nəticə yönümlü, motivasiyalı kimi boş, subutsuz ifadələr yazmaq. Onları necə sübut etmək olar bəs? Elə nailiyyətlərlə, məsələn, komanda ilə birlikdə layihəni vaxtından əvvəl bitirdik yazmaq, komanda oyunçusu yazmaqdan qat-qat güclüdür. Bir də, əlbəttə, qarışıq, oxunması çətin formatlama. Yaxşı, indi keçək suallara. Dinləyicilərimizdən gələn ilk sual belədir. 15 ildən çox təcrübəm var. Hamısını yazmalıyam CV-yə. Qətiyyən xeyr. Baxın, CV arxiv deyil, marketinq vasitəsidir. Ən yaxşısı son 10-15 illik təcrübəni yazmaqdır. Və onlardan da yalnız müraciət etdiyiniz konkret vəzifəyə ən uyğun olan təcrübə və nailiyyətləri seçib vurğulamaq lazımdır. Qalanını, əgər çoxdursa, LinkedIn profilinizdə saxlaya bilərsiniz. CV hədəfli olmalıdır, qısa və konkret. Anladım. İkinci sual elə nailiyyətlərlə bağlıdır. Bir prosesi yaxşılaşdırmışam, amma bunu ölçəcək konkret rəqəm yoxdur. Necə təqdim edim? Bayaq dediyimiz kimi, belə hallarda keyfiyyətə fokuslanmaq lazımdır. Problemi necə həll etdiyinizi, prosesə hansı yeniliyi gətirdiyinizi ətraflı yazın və bunun nəticədə nəyi yaxşılaşdırdığını təsvir edin. Məsələn, vaxta qənaət etdiniz, səhvləri azaltdınız, müştəri məmnuniyyətini artırdınız, komanda işini asanlaşdırdınız. Bu kimi keyfiyyət göstəricilərini yazın. Yəni, hekayəni danışmaq lazımdır. Bəli, nəticəni və faydasını vurğulayaraq. Və son sualımız, texniki bacarıqları, məsələn, MS Excel-i orta və ya yaxşı kimi qiymətləndirib yazmaq doğrudurmu? Bu çox yayılmış bir praktikadır, amma açığı çox da tövsiyə edilmir. Çünki orta və ya yaxşı çox subyektiv anlayışlardır. Sizin üçün yaxşı olan başqası üçün əla və ya əksinə zəif ola bilər. Ən yaxşısı, ayrı bir bacarıqlar bölməsində bildiyiniz proqramları, alətləri, proqramlaşdırma dillərini, xarici dilləri sadalamaqdır, səviyyə təyin etmədən. İşə götürən sizin hansı alətlərlə tanış olduğunuzu, hansı bacarıqlara sahib olduğunuzu görmək istəyir. Sizin özünüzə verdiyiniz subyektiv qiyməti yox. Çox aydın oldu. Məhz bu açar sözləri, tələb olunan bacarıqları anlamaq üçün, eləcə də CV-ni hər işə uyğunlaşdırmaq üçün jobsons.co kimi platformalar düşünürəm ki, çox faydalı ola bilər. Oradakı iş elanlarını detallı araşdıraraq şirkətlərin həqiqətən nələrə önəm verdiyini görə bilərsiniz, düzdürmü? Əlbəttə, bu hazırlıq prosesinin çox vacib bir hissəsidir. Araşdırma aparmaq şərtdir. Yekun olaraq bəlkə də bunu demək istərdim.
CV-nizə sadəcə keçmişdə nə etdiyinizin bir hesabatı kimi baxmayın. O, sizin gələcəkdə kim olmaq istədiyinizin vizit kartıdır. Gələcəyiniz üçün bir bilet ola bilər. Ona görə onu diqqətlə, strateji hazırlayın. Gələcəyə bilet. Çox yaxşı ifadədir. Bəli. Və bəlkə də bir provokativ düşüncə. CV-nizi bitirdikdən sonra bir anlıq dayanın və düşünün. Bu CV 5 il sonra olmaq istədiyim yeri nə dərəcədə əks etdirir? Məni ora aparan yolda bir addımdırmı? Çox maraqlı sual. Ümid edirik bu söhbət sizə, əziz dinləyicilər, faydalı oldu və ideal CV-nizi hazırlamaqda biraz da olsa kömək edəcək. Bugün bizimlə olduğunuz üçün təşəkkür edirik. Dəstəyə görə isə Jobzone MMC-yə, yəni jobzones.co platformasına bir daha təşəkkür edirik. Onların çox gözəl bir sloganı var. İş axtaran minlərlə insanın varlığı bizə kifayət edir. Həqiqətən gözəl sloqandır. Əlaqə saxlamaq istəsəniz, e-mail info@jobzones.co, telefon nömrəsi +994 54 42 81 26, web saytları isə jobzones.co. Ünvanları da Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 71-dir. Sağ olun, gələn görüşlərədək. Sağ olun.